Salam əziz dostlar, salam değerli qardaş və bacılarım, salam əziz vətən oğulları. Bugünkü mövzumuz daha bir şəhidimiz Əhmədov Gündüz Valehoğlu barəsindədir. Əhmədov Gündüz Valehoğlu 1973-cü ildə Şuşa rayonunun Quşçular kəndində doğulmuş, 1992-ci ilin fevralın 11-də orada həlak olmuşdur. Quşçular kənd orta məktəbini bitirmişdi. Yaşının az olmasına baxmayaraq bir an belə döyüş səngərlərindən uzaq düşmürdü. Kəndin müdafiəsi üçün əlindən gələni edirdi. Gündüz Malbəyli və Quşçular kəndində məskunlaşmış qaçqınlar üçün salınan qəsəbənin tikisində işləyirdi. 1992-ci ilin qanlı fevral günlərində uzun sürən müharibədən və 3 günlük qanlı döyüşdən sonra tənha və köməksiz qalmış Malbəyli və Quşçular kəndləri işğal edildi. Gündüz cəmaatı sağ-salamat kənddən çıxarılmasında, onların təhlükəsiz yerlərlə aparılmasında xüsusi fəallıq göstərdi. 1992-ci ilin fevralın 11-də qəhrəmancasına həlak oldu. Onun cəsədini döyüş meydanından çıxarmaq mümkün olmadı. Allah şəhidimizə rəhmət eləsin. Torpağı nurla dolsun.